Bu il ali təhsil müəssisələrinə rekord sayda məzun daxil olub. Bunu son illərdə həyata keçirilən tədbirlərlə əlaqələndirən Təhsil Naziri Mikayıl Cabbarov deyir ki, sözü gedən məsələdə məktəb direktorlarının da üzərinə böyük məsuliyyət düşür. Nazir bu il yeni qaydalar əsasında işə qəbul olunan 208 məktəb direktoru ilə müşavirədə onları təşəbbüskar olmağa çağırıb. Son 13 ildə Azərbaycanda təhsil müəssisələrinin 70%-i yenidən qurulub və ya əsaslı təmir olunub. Həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, əgər 2012-ci ildə 9-cu sinif buraxılışı üzrə imtahanlarda uğur qazananların sayı 50% idisə, bu il həmin göstərici 69% təşkil edib. Bu göstərici ildən-ilə artır. Təhsil Naziri Mikayıl Cabbarov işə yeni qəbul edilən məktəb direktorları iştirakı ilə keçirilən müşavirədə belə dedi. Onun sözlərinə görə təhsilin keyfiyyətinin artırılması üçün aparılan dəyişikliklərin müsbət nəticələri özünü ali məktəblərə qəbul imtahanlarında da göstərir. Minlərlə gənc ölkənin təhsil müəssisələrində təhsil almaqla yanaşı xarici ali təhsil müəssisələrində də dövlət hesabına təhsil almaq hüququ əldə edib. Artıq onların bir hissəsi geri qayıdaraq müxtəlif sahələrdə çalışır. Bu il tətbiq edilən yeniliklərdən biri də orta məktəblərin bazasında bir illik məktəbə qədər hazırlıq qruplarını təşkil edir. Nazir məktəb direktorlarını bu işin təşkilinə çox ciddi yanaşmağa çağırdı. O da vurğulandı ki, bu il məktəb direktorlarının işə qəbulu prosesi yeni qaydalar əsasında həyata keçirilir. Belə ki, məktəb direktoru olmaq istəyən namizədlər özləri müstəqil şəkildə müsabiqədə iştirak üçün müraciət ediblər. Hansı ki, əvvəllər bunun üçün rayon təhsil şöbəsinin təqdimatı tələb edilirdi. Nazir məktəb direktorlarının səlahiyyətləri çərçivəsində rəhbərlik etdikləri təhsil müəssisələri inkişafı naminə səylə çalışmağa çağırdı. Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədərov isə bildirdi ki, məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalara uyğun olaraq 4 mərhələdən ibarət müsabiqə keçirilib. Əvvəldə müəyyənləşdirilən 597 vakant yerə 2260 nəfər müraciət edib. İmtahanda iştirak edən 1591 nəfərdən 516 müsabiqə mərhələsinə buraxılıb. Onlardan 208 ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olunub. Sülavi Cahangirli, Namiq Vəliyev xəbərlər.